Salam əziz Turan azarkeşləri. Hər birinizi salamlayırıq yeni layihəmizdə. Yeni layihəmiz Zehunans Podcast adlanır və bu gün mən burada tək deyiləm. Mənlə birlikdə Zehunans Azad Azarkeş qrupunun üzvü Babək mənlə birgə studiyadadır. Babək, səni salamlayıram. Xoş gördük Bayram. Qısaca mən Zehunans haqqında məlumat vermək istəyirəm. Bir çoxunuzun bildiyi kimi Zehunans Turan Tovuzun Azad Azarkeş qrupudur. Və Zehunans olaraq bizim əsas məqsədimiz Turan Tovuz klubunu hər yerdə, istər stadionda və stadiondan kənar bütün mümkün imkanlarla dəstəkləməkdir və bizim əsas missiyamız Turan Tovuz tribunasının daha da inkişaf elətdirilməsidir. Biz Zehunans olaraq özümüzü müasir Turan tribunası adlandırırıq. Bizimlə bağlı daha çox məlumat almaq üçün Instagram səhifəmizə keçid eləyə bilərsiniz. Elə Zehunans adlanır və orada yuxarı pinlənmiş bizim quruluş bəyanatımızla tanış olub bütün detalları əldə eləyə bilərsiniz. Həmçinin bizə yazıb maraqlana da bilərsiniz. Bu podkastın deməli məqsədindən bağlı danışmaq istərdim biraz. Podkastımızın məqsədi ümumiyyətlə Turan azarkeşlərinin və futbol azarkeşlərinin marağını çəkən mövzuları müzakirə eləmək, təbii ki, klubumuz haqqında. Bundan əlavə Zehunans Azad Azarkeş qrupunun məqsədləri, fəaliyyəti və digər klubla bağlı münasibətlərini geniş ictimaiyyətə çatdırmaqdır. İstərdim ki, biz artıq mövzumuza keçək. Bugünkü podkastımızın mövzusu Turan Tovuz komandasının, bundan sonra Turan deyəcəm daha qısa versiyada, birinci dövrədə klubumuzun oyunları, fəaliyyəti, azarkeşlərimiz barədə, birinci dövrədə baş verənlər və digər məsələlərə toxunmaqdır. Belə. Babək, istərdim elə sualla başlayaq və istərdim ki, sən Turan Tovuzun birinci dövrədəki nəticələrinlə bağlı öz fikirlərini məndən bölüşəsən. Ümumi nəticələri yaxşı qiymətləndirmək olar. Əgər 5 ballıq bir sistemlə götürsək, 4 yaxşı bal, 4 qiymətini vermək olar. 5 ballıq sistemlə 4. Bəli. Yəni düşünürəm ki, elə bir çox Turan azarkeşləri bu fikirlə razıdır. Komanda nəticə olaraq ötən illərə nisbətən yaxşı bir nəticə əldə edibdir. Mən digər bir məsələyə toxunmaq istərdim. Ümumiyyətlə həm klubun sosial media səhifələrində, həmçinin azarkeşlər öz səhifələrində, həm belə stadionda komandanın oyunu ilə bağlı fikirlər müxtəlifdir. Yəni bu oyunu bəyənən də var, bəyənməyən də var və ya yalnız oyuna fikir verməyib, yalnız nəticəyə fokuslananlar da var. Sən bəs komandanın oyunu ilə bağlı nə düşünürsən? Yəni sən komandanın hal-hazırki oyun, belə deyək, göstərdiyi oyunu bəyənirsənmi? Ümumilikdə götürsək, oyun planında komandanın ən böyük çatışmamazlığı əslində maçın bəlli hissələrində sürəti artıra bilməməsidir. Yəni rəqibə hesab Turana qane etmədiyi anda Turan sürəti artıra bilmir. Yüksək səviyyəli komanda qurmaq istəyən, çempionluğa oynamaq istəyən komanda üçün fundamental əsaslardan biridir ki, bunu təşkil etsin. Məsələn, bu çempionatda edə bilən Qarabağdır. Bir də biraz Zirə ötən il bunu daha yaxşı eləyirdi və bu da ona gətirib çıxardı ki, onlar ikinci yerə çıxdılar. Bəli. Amma bizim komanda isə bu il bunu ümumiyyətlə eləyə bilmir. Komandanın ən böyük çatışmamazlığı budur. Bəli. Və bəzən biz izləyirik ki, azarkeşlərimiz yazır ki, komanda baxımsız oynayır, komanda baxımsız oynamağın da səbəbi məhz budur. Məsələn, komandamız Şamaxı ilə qarşılaşmada, Yevlaxla qarşılaşmada hesabda geri düşdü, amma daha sonra istənilən nəticəni əldə elədik. Amma bunun yenə sürəti artıraraq deyil. Futbolçuların fərdi ustalığı səbəbindən, yəni onların fərdi ustalığı hesabına bunu nəticəni əldə eləyə bildik. Komandamızın ən böyük çatışmamazlığı mən düşünürəm ki, budur və baxımsız kimi görsənən oyunun da əsas səbəbi budur. Komandamız sürəti bəlli periodlarda artırmalıdır
Məsələn belə bir şey deyim. Qarabağ bizimlə maçda 1-0 öndə idik və onlar sürəti artırdı və bizi məcbur elədi ki, komandamızı mövqe səhvləri eləsin. Bəli, bəli. Biz qarşı komandanın sürəti artıraraq mövqe səhv etməyə məcbur etməliyik. Elədir. Belə yəni ümumi fikirləri nəzərə alsaq, sənin də fikirlərini nəzərə alsaq, azarkeşlərin təbii ki, biz burada azarkeş mövqeyini daha çox qabardırıq. Özümüz də bir azarkeş olduğumuz üçün azarkeşlərin belə deyim, fikrində hardasa həqiqət payı var. Çünki yenə də sonda məsələn hər kəsdən taktiki bilik gözləyə bilməzsən. Yəni azarkeşlərin hamısından taktikanı başa düşməyi gözləyə bilməzsən, amma ortalama bir zövq verən bir oyun məsələsi var da, hansı ki məsələn dünyada bunu oynayan bir çox komandalar var. Bizim komandamızın oyunu isə bu digər komandalara nisbətən daha indi məsələn bu harambol deyilən bir anlayış var. Atletico'nun oynadığı, Chelsea-nin avtobus taktikasında oynadığı vaxtlar var. Biraz buna bənzədirlər. Mən düşünmürəm ki, komandamız belə deyim, avtobus taktikası ilə oynayır. Baxımlı oyun da prioritet deyil. Böyük nəticə lazımdır. Bu nəticəyə də komanda gedir. Yenə deyirəm, komandanın çatışmamazlıqları var. Amma bu əsas mənim gördüyüm, əsas mən belə başa düşürəm ki, komandanın ən böyük problemi bəlli periodlarda lazım olan anda sürəti artıra bilməməyidir. Yəni bu da baxımsız oyunun görsənməyinin bir səbəbi də bundan ibarətdir. Aydındır. Nəticə baxımından bəli, onsuz da belə bir məsələ var, deyir ki, nəticəni qazananlar, qaliblər mühakimə olunmur. İnşallah ki, sezonun sonunda da komandamız ən azından o 2 xal ortalamasından davam eləyər və bir nəticə əldə eləyər və bütün bunların bir mənası olar. Ümumiyyətlə sənə soruşmaq istəyirdim ki, bu mövsüm birinci dövrə başlayandan 11 oyun olub səhv eləmirəmsə, yadda qalan bir anlar olubmu, belə deyim də, sənə toxunan bir anlar, hansısa oyundamı, hansısa bir vəziyyətdəmi, bir misal gətirə bilərsən? Belə bir şey. Yəqin ki, elə bir an seçməli olsaq, Şamaxı ilə maçlı, Tovuzdakı maçlı deyərdim. 1-0 geriyə düşdük. Həmən ardından hücuma keçdi komandamız və o anda azarkeşlərimizin dəstəyi komandanın geridə olmağına baxmayaraq bir an mənə 90'lara xatırlatdı. Yəni komandamız geridə də olsa, azarkeşlər sanki bütövləşdi. Bəli. Və komandamız belə deyək də bir ağıl dolusu bir gol vurdu. Oyundan düşmədi. Bəli, bəli. Ondan bir tur öncə də olmuşdu. Bəli. Bu xüsusiyyətini komandamızın yeni qazandığı bu xüsusiyyət çox vacibdir. Yəni geriyə düşdükdən sonra özünü itirməmək, xarakteri göstərmək və hesabı öz xeyrinə dəyişmək böyük komandalara xas olan xüsusiyyətdir. Komandamız artıq buna yavaş-yavaş yiyələnir. O baxımdan o andı gol sevinci filan o yadda qalan oldu mənim üçün. Ən yaxşı anlardan biri. Hətta rəqib gol vuranda da azarkeşlər susmadılar, turanda qışqırırdılar. Bəli. Aydındır. Yəni birinci dövrədə komandamızın oyunu ilə bağlı bu qədər düşünürəm danışmağımız kifayətdir. Mən istərdim transferləri də bir dəyərləndirək. Yay transfer dövründə olunan transferlər, ümumiyyətlə yeni komandamıza oyunçular qoşulub, adlı sanlı oyunçular qoşulub. Daha əvvəl bizim Premyer Liqamızda təcrübəsi olan oyunçular var. Məsələn, Vacin adını çəkmək olar, Ozobiçin adını çəkmək olar bu siyahıda. Ondan əlavə bir neçə yeni transferlərimiz oldu müdafiənin cinahlarına. Daha sonra İspaniyalı Olabe və Serrano da qayıtdı. Yəni bir çox azarkeşimiz, səhv eləmirəmsə 9 nəfərdən çox oyunçu getmişdi keçən sezon sonunda və mən şərhləri də oxuyurdum. Ümumiyyətlə özümüz də dostlarla qrup daxili də Hunas daxildə müzakirə eləyirdik ki, ən çox üzüldüyü azarkeşlərin getməyinə Serrano'nun adını çəkirdi çox adam. Sən ümumiyyətlə bu transferləri necə dəyərləndirirsən? Bir azarkeş kimi. Ümumi bir şəkildə uğurlu dəyərləndirirəm transferləri. Ötən il transferlər uğursuz idi. Bəli. Seleksiya işi çox zəif idi və bu da son nəticədə öz təsirini göstərdi ümumi komandanın nəticələrinə. Amma bu il uğurlu hesab edirəm. Ən yaxşı transfer əgər desək, ən birinci toxunmaq istəyərdim Olabe transferinə. Bəli. Olabe çempionluğa oynayan komanda futbolçusudur, belə deyim. Çünki qara iş görür, topsuz çox aktivdir. Komandanın belə deyək də bəzi futbolçular olur, sanki komandanı
alovlandırır belə deyək öz oyunu ilə. Həvəsə Ola bilər o gətirir. o tip futbolçulardandır. Həm də o türk dilində belə bir söz var, deyir, kaliteli kumaşı var da. Hə. Yəni adamın topa Ona toxunuşundan bəli, bəli. görürsən ki, bu Bəli. keyfiyyət var, məktəb var. Meydanı görmə qabiliyyəti yaxşıdır. Futbolçu savadı yüksəkdir. Yəni meydanı görmə qabiliyyəti, mövqe seçimi, hər şeylə, yəni həm qara iş görür, həm də topdan yaxşı davranır. Joker kimidir. Bəzən çıxır bərabərlik qolunu vurur filan, Elədir. qələbə qolunu vurur. Bu baxımdan və çox önəmli faktorlardan biri ola bilər. İstənilən təklif olunan, istənilən sürətə, yəni məsələn Qarabağın təklif elədiyi hücum maçda o sürətə ayaqlaşa bilər. Bəli. Həmçinin cinah oyunçuları, kənar Bəli. cinah oyunçuları Jorge Silva və Enrique Silva hər bəli. ikisi də uğurlu transferdir. Ozobiçi də uğurlu transfer kimi qiymətləndirmək olar. Faydası toxunub, amma uzun planda mən düşünürəm ki, Ozobiç yüksək tempə bəzən ayaqlaşa bilmir. O da onun yaşı ilə bağlıdır. Məncə sezonluq transferdir Ozobiç, yəni bu sezon Maksimum 2 sezon. təcrübəsindən biraz bəlkə Bəli, istifadə eləmək üçün həm də ki Ozobiç də bir növ joker kimidir. Bəzən məsələn Neftçidə də olsun, Qarabağda da, Qəbələdə də gözlənilməz anlarda nəsə bir nəticə gətirə bilir komandaya. Bir də Vacı ilə bağlı soruşmaq istirdim. Vacı ilə bağlı. Mənim Vacıya ümidlərim var. Vacin göstərir bir işıq var onda. Yəni bəzən tam formada deyil, amma ondan yaxşı mənada faydalana bilərik. Düşünürəm ki, yaxşı transferdir və özünü indən belə göstərə bilər. Bundan sonra özünü göstərə bilər. Bəli. Bir də zədədən qayıdan oyunçularımız, məsələn, keçən sezon böyük bir hissəsi Miller oynamadı və indi Joe-da qayıdıbdı. Onların performansını necə dəyərləndirirsən? Həmişə Şəhər Əliyevdir kapitan. Ümumilikdə Miller komandamızın müdafiəsinin dayağıdır. Bəli. Öz funksiyasını yaxşı yerinə yetirir. Mövqe səhvi eləmir. Kobud səhvlər çox nadir hallarda biz görərik ki, o səhv eləyir. Ötən il zədədən əvvəl künc zərbələrindən sonra Bəli. qollar vururdu. Bu sezon nəsə biraz azalıb o. Bu sezon ümumiyyətlə yaxşı şeyə toxundu. Yəni keçən sezon Turanın o əsas belə kartlardan biri standart vəziyyətlərdən asmalar və başdan qol. Bu sezon mənim yadıma gəlmir. Bunun iki səbəbi var. Birincisi rəqiblər artıq buna qarşı immunitet formalaşdırıblar. İkinci səbəb də budur ki, belə bir tez ortaya atıldı ki, Turanın futbolçuları künc zərbələrindən sonra qapıçıya blok qoyurlar. Bəli, bəli. Artıq buna hakimlər biraz mane olur ki, sanki orada biz qapıçıya yaxınlaşa bilmərik futbolçularımız. Bu da o künc zərbələrindən qolların qarşısını alır belə deyək bir baxımdan. Elə hakimlikdən söhbət düşmüşkən, bilirəm bu sənin belə deyim də, tək sənin yox, bütün Turan azarkeşlərinin yanıqlı yeridir. Hakimlərin komandamıza münasibəti, istər bu mövsüm olsun, istər keçən mövsüm olsun, yəni yolumuza qoyulan daşlar. Bununla bağlı istərdim biraz danışasan. Bilirəm sən bu məsələni çox ciddi izləyirsən, oyun bə oyun, ad bə ad. Bəli, sən bunların hamısını özün üçün izləyirsən, arada bizi də maarifləndirirsən bununla bağlı. Bu məsələ ilə bağlı istərdim öz fikirlərini bildirəsən. Bayram, sən də qeyd etdin, mən hər maçdan sonra Turanın da, yaxud başqa komandanın da şübhələndiyim komandaların illik statistikasını çıxarıram. Hətta avara kimi, yəni VAR-ın köməkçisinə qədər kimin olduğunu baxıram. Bəli. Mən düşünürəm ki, ümumiyyətlə Turanın hakimliklə bağlı, bəli, məsələn Araz Naxçıvanla ötən mövsüm səhv eləmirəmsə Elçin Məsiyev idi hakim. Millerə zərbə başına. Məsələn o maçda Elçin Məsiyevin Turana qarşı qərəzli olduğunu düşünmürəm. Bəli, o epizodda kobud səhv eləmişdi, amma maçın gedişində, bəli, amma maçın gedişində hətta ondan sonra da bir epizodda da yenə səhv etmişdi Turan, yəni Turan əleyhinə olan. Amma ümumilikdə maçın gedişində hiss olunurdu ki, onun qərəzi yoxdur. Sadəcə bu hakim də insandır, o da səhv eləyə bilər. Bəli. Amma bəzən qərəzli səhvlər olur. Bu da əsasən Turanın sabahla maçlarında olur. 3 hakim var ki, əsasən Turan maçlarında
kobud səhvlər edirlər. Bu da hər zaman Turanın əleyhinə olur. Bunlar İnqilab Məmmədovdur, Rəvan Həmzazadədir, bir də Əliyar. Əliyar Ağayevdir. Əliyar Ağayevdir. Aydındır. Yəni biz də bir azarkeş olaraq futboldan zövq almaq istəyirik. Komandamıza bir azarkeşlik eləmək istəyirik və azarkeşlik elədiyimiz zaman zövq almaq istəyirik. Ümid edirəm ki, bunu izləyənlər, bu fikrimizə qatılanlar da öz səslərini çıxardacaqlar bu mövzuda. Belə, mövsümün ilk hissəsinin belə deyək də idman tərəfi, oyunlar tərəfindən əlavə bu mövsüm başlayandan ümumiyyətlə keçən mövsümün sonundan bu tərəfə klubumuz bir çox infrastrukturla bağlı işlər görübdür. İstərdim bir azarkeş olaraq bu infrastruktur layihələrinə öz fikrini bildirəsən, ümumiyyətlə nə görürsən bunlarda? Təbii ki, bunlar klubumuz üçün, klubumuzun gələcəyi üçün müsbət hallardır. Bir azarkeşin fikirlərini mən almaq istərdim. Yəni sənin cismindəki bir azarkeş olaraq nələr hiss edirsən bu məsələdə? Ümumiyyətlə infrastruktur barədə danışmazdan əvvəl bir şeyi vurğulamaq istəyərdim ki, hal-hazırda Turan rəhbərliyi vaxtilə keçmiş AFFA rəhbərliyinin səriştəsiz belə deyək, Azərbaycan futboluna xəyanət həddindəki bu qərarlarının ağır nəticələrini aradan qaldırmaqla məşğuldur hal-hazırda indiki rəhbərlik. Çünki zamanında Turana qarşı və Kəpəzə qarşı belə deyək də Qaladamor həyata keçirilir. Hər iki komanda bir formada liqadan uzaqlaşdırılır. Əvvəl pul kəsilir, maliyyə dayaq kəsilir və daha sonra hər iki qrup məcbur olur çempionatı tərk edir. Belə bir sual ortaya çıxır. Yəni əgər pul yox idisə, məsələn Keşlə, Səbail bu cür komandalara pul hardan idi? Bəli, məntiqli sualdır. Yaxud belə deyək də Neftçi komandasına Sokar tərəfindən sponsorluq olurdu. Qarabağı uğurlar qazanmağa başladıqdan sonra hamıya məlumdur ki, 20 civarında şirkət yönləndirildi. Yəni şirkətlər getmədi, yönləndirildi ki, onlara dəstək olunsun. Bəli. Yəni çoxmu çətin idi ki, Turana və Kəpəzə, hansı ki Azərbaycan futbolunun belə deyək, əsas mərkəzlərindən ikisidir. Bəli. Bunlara hər hansı bir maliyyə dəstəyi olardı və bu komandalar ayaqda qalardı və hal-hazırda yaranan futbolçu qıtlığı bəlkə də müəyyən miqdarda bu qədər olmazdı, yəni qıtlıq. Hazırda bizim rəhbərlik bu qərardan əmələ gələn bu ağır vəziyyəti düzəltməklə məşğuldur. Tabloya kimi CBC-nin çəkiliş elədiyi Vuşqaya kimi o strukturaya qədər onu qülləyə qədər rəhbərlik düzəldib, hazırlayıb. Bəli. Bir şeyə diqqət çəkmək istəyirəm. Bunu niyə qeyd elədim? Bəzən şərhlərdə yazırlar ki, başqa komandanın azarkeşləri belə bir saytda belə xəbərlər paylaşırlar. Turan rəhbərliyi AFFA-dan xahiş etdi ki, o törtüyünün dəyişməsinin 50%-ni yardım etsin. Orada azarkeşlər yazırlar ki, niyə AFFA kömək eləməlidir Turana? Bəs bunu AFFA gətirib Turan o törtüyünü dəyişib suniyə çevirib və Suninin təkcə bir neçə ton qum daşınıb oradan. Yəni böyük bir maliyyə tələb olunur. Bu vəziyyətə indiki AFFA rəhbərliyi etməyib əlbəttə, amma köhnə AFFA rəhbərliyi edib və bu vəziyyətin aradan qaldırılması üçün kömək olmalı idi hər halda. Özdə o layihə, yəni stadionun yenidən təmiri və s. layihəsi səhv etmirəmsə, onun müəyyən bir maliyyəsi UEFA tərəfindən ayrılmışdı. Zamanında. Bəli. Və çox pis həyata keçirilmişdi. Orada mən baxdım, belə deyək də, görülən işlərin, belə deyək də, reportuna, məsələn, AFFA-nın sosial media səhifələri, saytı belə paylaşmışlar ki, stadionda bunu elədi, onu elədi. Halbuki yəni kosmetik işlər görülmüşdü əsasən. O baza hamımıza, bütün Turan azarkeşlərinə və digər Tovuzda olan hər bir kəsə məlumdur ki, o baza Vidadi müəllimin vaxtında tikilmişdi. Daha sonra Tahir müəllimin vaxtında Allah rəhmət eləsin təmir olunmuşdu və həmin mövcud baza və həmin mövcud stadionu yalnız suni ot belə deyək də dəyişdirilmişdi. Bir də səhv etmirəmsə manej üstü bağlı bir meydança tikmişdilər. Yəni orada da ayrılan maliyyə də az deyil idi və düşünürəm ki, daha çox iş görmək olardı. Bəli.
Yəni Hı -hı. yenidən o stadionda da yeni baza da tikildi. O köhnə baza ümumiyyətlə standartlara cavab vermirdi. Hətta təmir olunsa belə o istənilən yerinə yetirməyə imkan vermirdi. Bəli, bəli. Tələb olunan Elədir. şərtləri. Bəs indi məsələn yeni ot örtüyü gəldi. Təəssüf ki, biz Şamaxı ilə oyunda gördük ki, biraz ot örtüyündə problemlər var idi. Bu da ictimaiyyətdə geniş müzakirə olundu. Amma klubu izləyənlər, klubun səhvlərini izləyənlər görə bilərdilər ki, onu düzəldən mütəxəssis özü də xəbərdarlıq eləmişdi ki, yəni otun bərkiməsi üçün müəyyən bir vaxt lazımdır. Həmçində test olunmalıdır bu və ümid edirik ki, yaxın zamanda o ot da tam belə deyək də kökü bərkiyər və ideal vəziyyətə gələr. Sonra xəbərlərdən biri də odur ki, çayın qırağında da bir baza salınır. Klub paylaşmışdı, səhv eləmirəmsə və ya hansısa bir səhifədə gördüm ki, orada da artıq bir təbii meydançanın salınmağı planlaşdırılır. Həmçinin Kürdəxanı layihəsi oldu. O da biraz başqa klub azarkeşləri tərəfindən bir mənalı qarşılanmadı. Klub açıqlama verdi bundan bağlı. Yəni bu kimi layihələr var. Biz də azarkeşlər olaraq təbii ki, klub rəhbərliyinə bundan bağlı təşəkkür edirik. Yüksək qiymətləndiririk. Bəli, yüksək qiymətləndiririk bu məsələni və düşünürük ki, klubumuzun gələcəyi üçün edilmiş bir yatırımdır və davamlı olmağını diləyirik. Böyük klub olmaq istəyiriksə, yəni bu yola çıxmışıq, bu bazalar olmalıdır belə deyək. Təbii ki, məşq üçün, oyun üçün bizim azarkeşlərdən də bir çoxunun arzusu var o stadionu dörd tərəfli tribunalarla görmək. İnşallah ki, o da olar. İnşallah. Hazırda Kəpər stadionu dövlət tərəfindən hazırlanır. İnşallah bizim kluba da kömək olar. Hökumət tərəfindən bizə də kömək olar. Bizim stadionda dörd tərəfli tribunalarla təmin olunur. Elədir. Tovuz əhalisi, ümumiyyətlə Turan azarkeşləri mən düşünürəm ki, buna layiqdirlər və bu nə vaxtsa bunun stadionda da əyani olaraq göstərirlər. Şamaxı maçında uzun müddətdən sonra komandamız öz stadiona qayıtdıqda azarkeşlərimiz bunu göstərdilər ki, həqiqətən də Tovuz buna layiqdir. Elədir. Və inşallah ki, buradan sözümüz də, bizim də bir təsirimiz olar və belə bir layihə gələcəkdə Tovuzda da baş tutar. Elə azarkeşlərdən söhbət düşmüşkən istəyərdim elə mövzunu azarkeşlərlə davam eləyək. Azarkeşliklə bağlı nə düşünürsən? Ümumiyyətlə ilk dövrəsində azarkeşlərimizin fəaliyyətini necə dəyərləndirirsən? Təbii ki, indi biz Zeyhunans üzvləriyik. Öz fan klubumuzla bağlı da müəyyən bir məlumatlar verəcəyik. Ümumi Turan cəmiyyəsini mən istəyərdim fəaliyyətindən bağlı, dəyərləndirməsindən bağlı səndən bir fikir alım. Düşünürəm ki, ümumiyyətlə klubumuz səfərdə oynadı maçlarını stadionumuzun təmirinə görə. Tam belə qiymət də vermək olmaz. Kiçik bir qismi biz bir də digər azarkeş klubumuzu çalışdıq dəstəkləyək, 2 qrup. Kiçik bir məsələyə toxunmaq istəyərdim. Zurna Balaban məsələsinin. Zurna Balaban məsələsinə toxunmaq istəyərdim. Belə deyim də, biz bir hərəkət bir davranış göstərəndə özümüz haqqında imic formalaşdırırıq da, elə deyil? Elədir. Əgər bu biz fərdi şəkildə eləyirsə, fərd özü haqqında və qrup şəklində olunursa, qrup haqqında bir aid olduğumuz qrup haqqında bir imic formalaşır. İmic, fikir formalaşır, bəli. Hər hansı bir şəxs fərdi olaraq öz haqqında fərdi təşəbbüs edə bilər. Məsələn, belə deyək, çox kobud səslənsə, zurna ilə bazara gedib zurna çala-çala nəsə bazarlıq edə bilər də, belə deyək də. Elə deyilmi? Bu o şəxsin haqqında nəsə deyəcəklər. Amma bu qrup halında olursa, qrup halında edilirsə, bu şəxsi təşəbbüs ola bilməz. Bizə belə bir cavab verilmiş ki, bu şəxsi təşəbbüsdür, sözü ora gətirmək istəyirəm. Yəni bu şəxsi təşəbbüs ola bilməz. Bəli. Əgər bir qrupun imicinə təsir göstərəcəksə, o şəxsi təşəbbüs. Nəinki qrupun, klubun. Klubun, onu demək istəyirəm. Yəni bizim komandamızın azarkeş qrupuna xələl gətirəcək bir davranışdırsa, burada bir senzura olmalıdır bəzi davranışlara. Aydın. Elə deyilmi? Bəli, məsələn, biz tam razıyam. İdarə heyətimiz var və bir məsələni müzakirə edirik və ondan sonra qərar verilir. Qarşı tərəfdə də düşünürəm ki, elə olmalıdır. Bir məsələ şəxsi təşəbbüs olaraq kimsə gətirib orada zurna balaban çalmamalıdır.
Belə bir şey də vurğulayım. Məsələn, adi bir fakt deyim. Turan Qarabağ maçı da əslində ev sahibi biz ev sahibi biz idik. Formal ev sahibi biz idik. Qarabağ meydanında, meydanımız təmirdə olduğuna görə bu oyun 2000-lərin əvvəllərinə qədər derbi deməyə, indi belə bir deyim var ki, derbi iki şəhərin komandası arasındadır. Bəli. Turun mərkəzi qarşılaşması idi zamanında. Yəni 2000-lərin əvvəllər 2010-un 2007-2008-ci ilə qədər də. Və Turan azarkeşi komandası hər zaman bu maçlarda performans göstərdi. Amma biz axırıncı və Turan Qarabağ maçına gedəndə mən maçın 60-cı, 70-ci dəqiqəsi idi. Çox üzr istəyirəm. Lələk Fatimə maçı səslənirdi tribunada. Yəni bu Turan azarkeşliyi üçün böyük bir biabırçılıqdır. Palatka toyu palatkada gözəldir də, elə deyil? Elədir. Ya onun öz ləzzəti var. Palatkada öz ləzzəti var, ab-havanın, o palatkanın, amma stadionda onun yeri yoxdur. Belə, bilmirəm. Çox belə deyim də, elə bir mövzudur ki, adam bilmir fikirlərini hansı formada izah eləsin. Çünki heç kimə toxunmasın, həm də Bəli. Hətta yəni sən Lələk Fatimə dedin, Dinamo ilə oyundaydı, səhv eləmirəmsə, Bağzalı çalırdılar oyunun sonunda. Yəni bilmirəm, yəni stadionda bax belə bir şey deyim. Bunun dünyada belə deyək də alternativləri var. Bəzi klublar eləyirlər. Amma bunun öz yeri var da, belə deyək də. Okay, sən bəlkə cəngi falan eləsəydilər stadionda da belə ruhlandıran mahnılar. Bəlkə müəyyən bir dəqiqələrdə, hansısa bir dəqiqədə. Məsələn 60-da tutaq ki, Tovuzluların dəqiqəsində bir dəqiqəlik epizodik olaraq çalındı, bitdi də bir seremoniya kimi bunu şey eləyirsən. Amma sən oyun 90 dəqiqədir rəsmi olaraq. Sən 90 dəqiqənin 5 dəqiqə qışqırıb 5 dəqiqə zurna çalacaqsansa, bu azarkeşlik deyil də, bu artıq başqa bir şeydir. Mən buna bir ad verə bilmirəm. Babək, bir də mən bir məsələyə münasibət bildirmək istirdim bu mövzuda da. Yəni bu yaxınlarda bu zurna məsələsinə klubun öz rəsmi YouTube kanalında da münasibət bildirildi. Klubun rəsmi şəxsi tərəfindən və bu əgər klubun rəsmi YouTube kanalındadsa, bu klubun rəsmi mövqeyi kimi başa düşülür. Çünki həmin şəxs klubun sözcülərindən biri sayılır. Əslində mən çox təəssüfləndim ki, klub belə bir mövqeydədir. Çünki hamımız da çox gözəl başa düşürük ki, bu zurna balaban bəyək dediyiniz o Lələk Fatimə, Bağzalı stadion yeri deyil və klubun bunu dəstəkləməsi biraz üzdü bizi və bildirildi ki, bu bizim genetikamızdan gələn bir şeydir. Yəni bizim genetikamızdan nə gəlirsə biz onu gətirib istədiyimiz yerdə eləməməliyik də, bu birinci məsələ. Heç mən bilmirəm genetikadan musiqi gəlir yoxsa yox, gərək biraz o elm araşdırma eləyək onunla bağlı. Və biz niyə məsələn, oradan nümunələr çəkildi. Səhv eləmirəmsə Cənubi Amerikadan, Bilbao nümunəsi də var idi. Ümumiyyətlə Cənubi Afrika 2010 dünya çempionatı deyəsən, ümumiyyətlə o böyük bir biabırçılıq idi onların. Bütün dünyada vurğulanırdı ki, Vuvuzela. O bizə də gəlib ucu. Yəni ötən oyunlarda onu da görmüşük ki, bu zurna qutarıb Vuvuzela başlayır. Və bu normal azarkeşlik eləmək istəyən azarkeşlərə, yəni ki, elə özümüzü götürək, mane olur. Bizim azarkeşlik stilimiz necədir? Biz bəstələr oxuyuruq, biz hansısa bir belə deyək, əl hərəkətləri, baraban hərəkətləri və biz bunu çalışırıq ki, 90 dəqiqəyə yayaq. Yəni bizim başa düşdüyümüz, dünyanın belə deyək, qəbul elədiyi və dünyada yuxarı səviyyə sayılan azarkeşlik budur. Ola bilər Bilbao'da məsələn hansısa bir alətlər gətirirlər, Şotlandiyada, amma Bilbao'da meydan stadiona 50.000 adam gəlir. Orada hər hansı bir bask alətinin stadiona effekti tam hiss olunur. 1% olar yoxsa yox. Biz uzun müddətdir öz meydanımızda oynamırıq. 500 adam gəlir və orada zurna, balaban, vuvuzela. Əslində bəlkə başqa bir məqsəd də var orada. Hər kəsə aydındır. Amma biz qarşı tərəf olaraq biz də 10 dənə bir vuvuzela alıb qarşı azarkeş qrupu azarkeş deyəndə vuvuzela çala bilərik əslində. Yəni bu çox asan. Bizim məqsədimiz sadəcə biz bunu istəmirik və elədir. Azarkeşlik etmək istəyirik. Azarkeşlik etmək istəyirik. Yəni çalmaq istəmirik. Yüksək azarkeşlik mədəniyyətinə baxmaq istəyirik biz. Baxaq
bilmirəm, Balkan ölkələrinə baxaq, Polşaya Bəli. baxaq, Fransa, İngiltərə baxaq. Polşaya baxaq, Legion azarkeşlər Bəli. necə Xoreoqrafiyalar açırlar. hazırlayırlar. Yəni Slovakiya çempionatında son dəfə hə. bu yaxınlarda izlədim. Onlarda da belə bir şey olmuşdu. Elədir. Yəni bir azarkeş qrupu Slovakiya Azərbaycan qədər əhalisi olan bir hələ ölkə. azdır məncə Hə, Azərbaycan. Azərbaycan qədər ərazi baxımından da bəlkə balacadır. Balacadır, bəli. Yəni onu bunu eləmək mümkündür, bunu təşkil eləmək mümkündür və yaxşı bir şeylər təşkil eləmək. Bu mümkündür. bilirsən bir şey də deyim. Toz azarkeşi Şamaxı maçında öz performansını göstərdi. Bu kiçik qrup, bu ümumiyyətlə bütün Toz azarkeşləri deyil, kiçik bir qrupdur. Bəli. Bu şeyləri edən. Yəni o qrupun da tam hamısı deyil, amma bəzi ola Bəli. bilər içərisində. Ümid edirik ki, bu Məsələ də öz bu həllini məsələ də tapar. öz həllini tapacaq və davamlı olmayacaq, çünki Bəli. doğrudan da qıraqdan da pis görsənir. Çox pis görsənir. Yəni mən baxıram bütün səhifələr, məşhur futbol səhifələri hamısı yaymışdılar, lağa qoyurdular, insanlar belə deyim, bu şeylə bağlı lağa qoyurdular. Yəni Azərbaycanda azarkeşdən başı çıxan kifayət qədər də Bəli. adam var. Və mən də bir Turan azarkeşi kimi əminəm ki, səndə də eynidir. Əminəm ki, bizim qrupda hamı da Bəli. eynidir bu. Bir qıcığımıza da gəlir ki, Turan haqqında kimsə nəsə neqativ Bəli, bir şey. bəli, əlbəttə ki. Amma başa düşürsən ki, insanlar haqlıdır bunu Bəli. yazanda və artıq bu Belə bir biraz tezis adamı- də var ki, belə bir tezis də deyirlər. Bizim regional alətlərimizdir filan. Əslində zurna Toza xas alət deyil. Şirvan zonasına Bəli, aiddir, bəli, belə bəli. deyək. Amma əgər hərə öz zonasının belə deyək, musiqi alətində gəlib meydanda azarkeşlik eləsə, Qarabağlılar gərək onda muğam oxuya, hələ bir segah deyə. Neftçi azarkeşlər bu məntiqlə gələk meyxana barmaq vurub meyxana desinlər. Bu axırda ona gəlib bir də saz gətirək. xalalar kətə bişirəcək stadionda. Yəni ora kim gəlib çıxır, biri qutab bişirir. Yəni həqiqətən Evet. bu ora gedib çıxır da. Bir şey də vurğulayım bu məsələ ilə bağlı. Yenə deyirəm. Fərdi olaraq bizdən kimsə gedir, məsələn, bazara gedirik, belə deyək də. Bunu loru dildə izah eləməli olsa, bazara gedirik və deyirik ki, zurna çalaraq gedirik. Bir nəfər bizə deyir, insanlar fikirləşir ki, ətrafda insanların haqqında necə fikirləşir? Ən belə yumşaq fikir olar ki, bu adam yüngüldür də, elə deyilmi? Yaxud da belə açıq desək düşükdür da, belə deyirlər. Və bir adam sizi çox istəyir, sizlə münasibəti var, sizə bir canı yanır və gəlir sizə deyir ki, sən bu düşüklüyü etmə də, bu zurnanı çalma. Və sən deyirsən ki, sən niyə zurnaya düşmənsən? Sən zurnanı sevmirsən, çünki zurnaya qarşı niyə belə? Adamın zurnaya qarşı düşmənçiliyi yox deyir. Adam zurnanın bazarda yeri olmadığını demək istəyir. Adam zurnanı Bəli. sevir, amma zurna toyda, şadlıq sarayında Öz olmasının yerində. tərəfdarıdır. Öz yerində belə. Adamın zurnaya qarşı heç bir mənfi fikri yoxdur. Mənfi fikri odur ki, bura onun yeri deyil. Elədir. Düşünürəm Yəni, kifayət qədər Mən də düşünürəm ki, izah eləyə izah bildim. eləyə bildi. Yəni Bəli, ən mədəni formada da bəli, bəli. bütün düşünürəm ki, düşüncədə Bəli. olan insanlar artıq Daha başa sərt də düşdülər, fərqli izah eləyə fərqli. bilərik əslində, Onun amma yeri deyil, hələ ki ictimai bu formada həddə yeri mən deyil. düşünürəm ki, bəs Bəli, eləyir. bəli. Aydındır. Ümumi Turan azarkeşlərindən bəs danışsaq, məsələn, klub fan shop var bilirik ki, rayonda. Biz də Zehunans qrupu olaraq qrupumuzun bir çox üzvləri bilir ki, bir təşəbbüs göstərmişdik. Fan shopun yenilənməsi ilə bağlı tərəfimizdən kluba Bəli. təklif göndərilmişdi. İndi klub hal-hazırda başqa prioritetləri olduğu üçün bu əməkdaşlıq baş tutmadı, lakin gələcəkdə bəlkə bu məsələyə yenidən qayıdıla bilər. Azarkeşlərimizin ümumiyyətlə klubun həyatında iştirakı bu məsələ ilə bağlı biz istərdim danışaq ki, yəni məsələn fan shopu nəyə görə mən açdım? İndi fan shop açılacaq. Var hal-hazırda. Məsələn, ora hansısa bir məhsullar gətirildi. İndi biz başa düşürük ki, burada iqtisadi vəziyyət də rol oynayır bəli. və s. Amma ən azından orada məsələn bir belə deyim, brelok da satılsa və ya bir Bəli. şərf də satılsa ən minimum kimin nəyə gücü çatır da loru dildə desək. Yəni mən düşünürəm ki, azarkeşlərimizə bir çağırış eləməliyik ki, klubun həyatında iştirak eləsinlər. Yəni klubdan nəsə güdmək yox. Kluba biz nə qata bilərik? Bəli. Necə Tovuz faydalana əhlindən bilərəm? qatırlar. Yox. Bəli. Necə eynən. fayda verə bilərəm? Komand Eynən. rəhbərliyi necə kömək edə bilərəm?
Bəli. Bu tərz olsa daha yaxşı olar. Bilirsən, özünə tənqid də vacibdir. Özünü tənqid də əsas faktorlardan biridir. Biz özümüz də azarkeş olaraq tənqid etməliyik. Biz də inkişaf etməliyik azarkeş olaraq. Bütün Turan azarkeşləri. Yəni əlimizdən gələn qədər çalışmalıyıq ki, kluba xeyir verək. Yəni bilet almalıyıq. Klub hansısa bir sosial təşəbbüslər göstərirsə, orada iştirak eləməliyik aktiv formada. Rəqabət necə faydalanıram uğrunda olmamalıdır. Rəqabət necə fayda verə bilərik, o tərzdə olsa daha yaxşı olar. Razıyam səndən tamamilə. Yəni ümid edirik ki, Turan azarkeşləri də loyallıq var. Sadəcə o xeyri necə qata bilərəm. Burada klubun özünün də biraz çatışmayan tərəfləri var. Məncə klub rəhbərliyi əslində hiss edir ki, ola bilər ki, bu cür hiss edir ki, bu fanshop layihəsi tutmaya bilər. Ola bilər ki, bunu hiss edir. Bilmirəm. Zaten yəni belə Sadəcə biz Zeyhunas olaraq təklif aparanda bunların necə görürük? Klub özü də başa düşür ki, bu bir kommersiya layihəsi kimi, yəni buradan gəlir gözləmək biraz çətindir. Bəli. Amma sırf onların baxışı odur ki, məsələn, atributka olsun, azarkeşlər geyinsinlər və s. Yəni öz mayasına da olsa klub bunu satsın. Tamam, çox gözəl fikirdir. Amma bu loyallığı azarkeşlərdə yaratmaq üçün, belə deyim də, azarkeşləri klubun o ekosistem deyirlər. Onun içinə daxil eləmək üçün ilkin addımlar atmaq görməlidir. Məsələn, ekosistem nəyə nəzərdə tuturam? Məsələn, sən gedirsən bir iPhone alırsan, sən gedib ona qıraqdan naushnik taxıb işlədə bilmirsən. Sən ona qulaqlıq da iPhone almalısan, adapter da iPhone almalısan. Yəni bu bir ekosistemdir, bir-birinə bağlıdır. Və bir insan o ekosistemə girəndə artıq başlayır oranın bir üzvünə çevrilməyə. Bizim klubumuz belə bir ekosistem yaratmayıb ki, məsələn, gedib kimsə formanı, nə bilim, hansısa bir forma düzəldən yerə düzəltdirir. Ya kimsə gedir hardasa bir çaşqa düzəltdirir. Yəni bu yöndə də bir işlər görülməlidir ki, klubun azarkeşlərin arasında bir kommunikasiya qurulmalıdır. Məsələn, mən özüm kluba da bundan bağlı, belə deyim də, öz fikirlərimi bildirmişdim klub nümayəndələrinə. Yəni Turanın üst-üstə gəlsək, məsələn, Tovuzun 130 min əhalisi var. Tutaq ki, 100 min əhalisi var. Bir 100 min də Tovuzdan kənarda Bakıda, başqa bölgələrdə yaşayan var. 200 min adam var. Və bu 200 min adamın mən 100 mini futbolla maraqlanmır və ya çox uşaqdır və ya çox, belə deyim, yaşlıdır. Bu 100 min bir xam bir kütlə var, hansı ki, sən bunlarla bir iş görə bilərsən. Yəni bu 100 minin neçə nəfərinin nömrəsi klubda var, neçə nəfərin e-maili klubda var, neçə nəfərin adı klubda var. Yəni bu kimi datalar toplanmalıdır. Karvanın mən səhifəsini izlədim. Karvan 1-ci divizionda oynayanda azarkeşlərdən data toplayırdı. Şəhərdə müxtəlif yerlərdə poster açmışdılar. Gəlirdin, QR kod var idi. Oxudurdun, ad, familiya, nömrə, e-mailini yazırdın və o avtomatik klubun databazasına düşürdü. Növbəti oyun olanda klub bir dənə toplu SMS göndərir ya toplu e-mail göndərir ki, ay filan kəs. Nə bilim, ayın 10-unda bizim rəqibdən oyunumuz var, səni stadionda gözləyirik. Yəni bu əslində ən sadə mexanizmlərdir. Onu, yəni klub olaraq bir böyük bir layihə kimi klubumuz həyata keçirə bilər. Yəni bu kimi şeylər də o azarkeşləri daha da həvəsləndirəcək. Məsələn, mənə klubdan şey gəlsə, SMS gəlsə, mən üzüm gülər. Mənə çox xoş gələr ki, həmçinin mənim üçün. Bəli, artıq müəyyən bir inkişaf səviyyəsinə çatıbdır. Məsələn, Zurnanı oyundan qabaq məsələn mini konsert eləyə bilərlər stadionun müəyyən bir ərazisində ya kənarında. Azarkeşlər üçün bir əyləncə formasında yarada bilərlər. Kim istəyir orada getsin, Fatimə oynasın, kim istəyir orada Bağzal oynasın. Yəni bu formada eləmək olar, amma tribunada yox. Nəysə, söhbəti yenə ora gətirməyək. Yəni klub da biraz azarkeşlərlə işləməlidir. Başa düşürəm, klubun da öz prioritetləri var, transferlərdir, infrastruktur məsələlərdir, amma biz də ən azından bir kənardan bir fikir söyləyək ki, bəlkə gələcəkdə nə vaxtsa klub bundan faydalana bilər. Yəni bu databaza məsələn dedim, databaza elə fanshopda da istifadə oluna bilər. Məsələn 10 min adama sən SMS göndərirsən ki, tutaq ki, formalarınızda 20% endirim var. Gəlin alın və ya
sifariş edin. Yəni bu sadə bir şeylərdir. Yəqin ki, Əslində bu biraz müzakirə bunu başa düşür. klubla bir müddət müzakirə olunsa yaxşı olar. Yəni klubla bizim aramızda belə deyək də, Bəli. rabitə olsa biz bu məsələləri müzakirə ola bilər, onların biraz çəkindiyi məsələlər də var. Bəli. Layihə tutmaz filan, biraz ürəkləndirməkmi, biraz dəstək olmaqmı? Belə əgər rabitəli işləsək bir çox şeyi edə bilərik bəlkə. Elədir, çünki yəni biz azarkeş tərəfini görə bilirik. Ola bilər ki, klub idarə etməsi azarkeş tərəfini hiss eləyə bilmir. Və mən düşünürəm ki, bizdə bəzən tənqid şəxsi qəbul olunur. Bəli. Məsələn, mən demək istəyərdim ki, bizim tənqidlərimiz konstruktiv xarakterlidir. Yəni kömək etmək üçündür. Bəzi məsələlərdə yardım etmək üçün, bəzi məsələlərdə belə deyək, çox istədiyimizdən deyirik də. Yəni bu istəyərək bu şeylərin düzəldilməsini istəyirik. Konstruktiv tənqid qəbul olunmalıdır, başa düşülməlidir və müzakirə olunsa, bəlkə biz də hardasa səhv edirik, bəlkə biz də bəzi şeylər görə bilmirik. Sırf bu fan shop məsələsində deyirəm. Klubun nə düşündüyünü tam olaraq bilsək, bəli. Yox, dediyim kimi klubun da müəyyən bir fikirləri var, amma bəli, mütləq. Biz bayaq əvvəldə də o azarkeşləri çağırış eləməyimiz də boşuna deyildi də. Yəni bəli. Azarkeşlər də kluba hiss elətdirməlidirlər ki, mütləq. Bəs sən o fan shopu aç, mən gəlib alacam. Bəli, sənə dəstək olacam. Dəstək olacam. Azarkeşlərə də bu tərəfdən bir çağırış var ki, siz də öz belə deyək də dəstəyinizi kluba göstərəsiniz. Orada sonra bir məsələ də var klubla bağlı ki, məsələn, ötən mövsümlərdə biz yadındadırsa, futbolçular gedirdilər Tovuzdakı kəndlərə və ya müxtəlif sosial layihələrdə iştirak edirdilər. Artıq son 2 mövsümdür, səhv eləmirəmsə, biz belə şeyləri görmürük. Yəni ki, rayonda kəndlərə gedirsən. Ümumiyyətlə, klubun hal-hazırki heyətin rayonla arasında olan rabitə çox azalıbdır. Məsələn, biz klub rəsmilərinin açıqlamalarından eşidirik ki, tutaq ki, Qurbanberdiyev çox qapalıdır, heç kimi məşqə buraxmır, imkan vermir ki, insanlar belə deyək, klubun məşqlərində iştirak eləsin, mətbuat olsun, ya klubun öz belə deyək, mediana məşğul olan işçiləri olsun. Amma mən düşünürəm ki, bu məsələ artıq klub rəhbərliyinin həll eləməli olduğu bir məsələdir. Yəni klubla azarkeş arasında, klubla rayon arasında bu qədər məsafə qoymaq düzgün deyil. Mən də səninlə eyni fikirdəyəm. Bir məsələyə də toxunmaq istəyirəm. Fanshopla bağlı yaddan çıxmamış bir şey deyim. Məsələn, sezon öncəsində transferlər olur. Bu transferlər biraz şou xarakterli təqdim olunsa daha yaxşı olar. Məsələn, 3-4 transfer birdən stadionda əvvəldən elan verilsə, bu maç yoxdur, amma sadəcə transferlər təqdimat mərasimi. Və fanshopda bu futbolçuların formaları satışa çıxarsa və o anda bəlkə satış olar və belə ilkin təməlini qoymuş olaraq bu şeydən. Digər tərəfdən komandamızın kəndlərə getməsi və o məktəblilərlə görüşü filan. Məncə burada Qurbanberdiyev amili rol oynayır, bilmirəm, bəlkə də səhv edirəm. Elədir. Yəni klubun verdiyi rəsmi açıqlama, verdiyi məlumat budur ki, Qurbanberdiyev çox diqqət edir, yəqin ki, qidalanma, yatma, idman, ola bilər ki, fikirləşir ki, bu necə deyilir, sistemi pozar, bu günlük proqramı pozacağını, rutini pozacağını düşünür. Həm də komanda bir gün əvvəl uzun müddət idi bu ildə komanda Bakıda məskunlaşmışdı stadion tikilişinin təmirinə görə. Ümid edirik ki, indi komanda rayona qayıdıb indən belə düzələr bu. Yəni belə deyim də, o sən dediyinlə razıyam, böyük ehtimal ki, səbəb budur, amma bu bəhanə olmamalıdır. Yəni futbol tək idmandan ibarət deyil də, bu emosiyaların oyunudur. Və mən inandırım ki, səni, bəlkə səndə də var. Məsələn, uşaq vaxtı məktəbdə kimsə gəldi, girdi sinifə, nəsə bir şey danışdı, nəsə bir şey elədi və ya sənə hansısa bir yol göstərdi. O hadisə həmin uşağın ömür boyu həyatına təsir edə biləcək bir şeydir. Yaddaşında olacaq.
Yəni məktəb vaxtında kimsə gəlirdi, nəsə deyirdi, Hə. məsələn, komissiya gəlir səndən nəsə sual soruşur. O sənin heç vaxt yadından çıxmır. Bəli. Biraz insan elə bir eksklüziv hiss edir özünü. Uşaq beyni ağ vərəq kimidir, yəni yaddaşda qalır xüsusi anlar. Bəli, Daha bəli. Beyni həkk olunur sanki. Bu mənada Elədir. Yəni o bağ qırılmamalıdır. Rayonla klub rayonumuzun arasında əhalisi o də bağ Turana qırılmaz. çox bağlıdır. Yəni Elə. onlar üçün də xoş bir hadisə olardı komandamızın 100%. onları 100%. ziyarəti. Bu məsələ bəli, fikirlərinlə razıyam. Ümumiyyətlə mən düşünürəm ki, klub azarkeşlərlə də bir görüşlər təşkil etməlidir, rəsmi bir görüşlər təşkil etməlidir, imza mərasimi bir təşkil edə bilər futbolçularla. Sən dediyin kimi təqdimat mərasimi. Mənim Turanla bağlı, yəni təqdimat mərasimi yadıma gələn bir şey Ayxan Abbasov məşqçi kimi kluba gələndə onda yadımdadır ki, bir təqdimat Bəli, bəli. mərasimi olmuşdu. Ondan bu tərəfə mən klubun bir ictimai formada təqdimat mərasimi keçirdiyi yadıma gəlmir. Belə Babək, çox sağ ol fikirlərinə görə. Düşünürəm Təşəkkür kifayət edirəm qədər sənə də. mövzulara toxunduq. Gələcəkdə səndən yenə danışacağıq bu İnşallah. podkastda. Belə bu gün ilk buraxılışımızda mövsümün birinci hissəsinin belə deyək, dəyərləndirməsini apardıq. Bizi izləmədə qalın. YouTube kanalımız yenidir. YouTube kanalımıza abunə olun, like edin, şərh yazın, öz fikirlərinizi bölüşün və dostlarınızla paylaşmağı unutmayın. Hər birinizə baxdığınıza görə təşəkkür edirik. Sağ olun. Sağ olun.